Bugün sizinlə Mirşahin haqqında danışmaq istəyirəm və bu yaxınlarda Mirşahin ağay yenidən öz çıxışı ilə, öz çox bərbad mətnləri ilə yenidən gündəm yaratdı və xalqın çoxsaylı nifrətini, qarğışını, hətta təhqirlərini maqnit kimi özünə cəlb etməyi bacardı. İndi Mirşahin niyyətinin həmin tekstlərlə, həmin mətnlərlə danışmasına görə nə olduğunu bilməsək, məsələn, biz deyərik ki, bəlkə də Mirşahin elə istəklə nail oldu. Bəlkə də Mirşahin nəyisə düzgün hesablamamışdı və yaxud da üçüncü versiya kimi bəlkə də Mirşahin üçün bu mətni yazanlar, bu tezisləri verənlər bu dəfə yanıldılar deyəsən. Və ümumiyyətlə Mirşahin haqqında danışanda bizim ağlımıza təbii ki, ilk olaraq Aynis televiziyası gəlir. Bəlkə də siz mən bu Aynis televiziyası sözünü işlədənə qədər siz mənim Cəlal Əliyevi deyəcəyimi düşündünüz. Xeyr, mən o məsələlərdə bəzi insanlar kimi yanaşmaq, onlar kimi danışmaq istəmirəm. Cəlal Əliyevin etdiyi də vaxtında etik olmayıb Mirşahini söymək, onun haqqında müxtəlif təhqirlər dolu sözlər demişdi. Və təbii ki, mən hadisələrə, mən məsələlərə o cür yanaşmaq niyyətində olmadığım üçün mənim üçün Mirşahin Aynesin bir parçası kimi, Aynesin bir görünən bir siması kimi xatirimdədir. Və zaman-zaman Mirşahinin necə indiki kimi olması, yəni indiki zirvəyə, bu zirvənin nə cür, nə olmasını isə insanların özünə buraxıram. Amma faktiki Mirşahin zirvədədir. Nə cür zirvədədir, hansı zirvədədir, bu insanlara, onların yanaşmalarına görə dəyişir. Və Mirşahinin mərhələ-mərhələ bu həddə gəlib çatması, bayaq dediyim kimi, bəziləri üçün dırnaq arasında zirvəyə gəlib çatmasının prosesi fikrimcə 2007-ci ildən başladı və 2006-cı ildən sonraki Aynes televiziyasının bağlanmasından sonra artıq bugünkü Mirşahinin təməli həm də o proseslərlə qoyuldu. Doğrudur, ondan sonra Mirşahin yenə də öz xüsusi hörmət və çəkisini qoruyub saxlayırdı obyektiv jurnalistika baxımından. Təbii ki, mən bu təbircə deyirəm. Başqa kimlərsə üçün Mirşahin bəlkə də yaxşı qohumdur, yaxşı ata ola bilər, yaxşı ailə başçısı ola bilər. Bəlkə kimlər üçünsə həqiqətən də Mirşahin çox yaxşı jurnalist ola bilər, amma obyektiv jurnalistlik baxımından ümumiyyətlə Mirşahin 100%-dən 1% belə deyil hazırki durumda, hazırki şərtlər altında və Mirşahin açıq tərəfli jurnalistika ilə məşğuldur. Mirşahin açıq, hətta mən düşünürəm ki, bəzi məsələlərdə manipulyativ jurnalistika ilə məşğuldur. Bəzi məsələlərdə qərəzli jurnalistika ilə məşğuldur və həm də xalqa nifrətlə məşğuldur deyə mən düşünürəm. Çünki Mirşahinin elə son, mən çox uzağa getmək istəmirəm, son dediyi mətndə çox ayıb məsələlər var idi. Mən bilmirəm, bəlkə də Mirşahin müəllim, bəlkə də sizin hər hansısa bir prezervativ reklamını çəkmək niyyətiniz varsa, insanlara gecə yatmazdan əvvəl aptekə gedin deyə reklam etmə ehtiyac yoxdur. Gedin əməli başlı hüquq çərçivəsində dövlətə vergi ödəmək şərti ilə reklam haqqında qanunda keçən ildə zaten qüvvəyə minib. Gedin hər hansısa bir prezervativ şirkəti ilə reklam müqaviləsi bağlayın, dövlətə də verginizi ödəyin və ondan sonra çıxın əməl başlı reklamını aparın ki, bu apteklərdə bu məhsul satılır və bu nə üçün istifadə olunur, bu nəyin qarşısını alır. Yoxsa siz insanların bəli yatağına onsuz da girmişsiniz. Biz bunu Aynes televiziyasında o vaxt görməsək də Lider televiziyasında məsələn görmüşdük. Günü orta çağı Xəccə İsmail haqqında müxtəlif kadrlar yayıldı və bu qədər en qədər biz nümunə çəkə bilərik. Elə sonuncu dəfə Bəxtiyar Hacıyevin məsələlərinin Mirşahin öz reportajlarında tez-tez ona toxunurdu. Və bugün də Mirşahin artıq insanların yatağına girməkdən başqa, həm də artıq onlara yataqdan sonraki proseslər haqqında məsələlərə girişməyə başladı ki, doğub tökmək belə, gedin aptekə gedin, yəni doğumların qarşısı alınsın və yaxud da ki, nisiyə dəftərinə yazmaq söhbəti haqqında. Ümumiyyətlə, bu çox ayıb bir məsələdir və mən bir vətəndaş kimi, həm də bir gənc kimi mən bunu Mirşahinə illərin jurnalistika fəaliyyəti ilə məşğul olan şəxsinə
və bu qədər təcrübəli, bəli, nə qədər də biz Mirşahini tənqid etsək, mən bayaq eyni qədər məsələ danışdım ki, Mirşahin qərəzlidir, Mirşahin tərəflidir, Mirşahin manipulyattiv jurnalistika ilə məşğuldur. Amma Azərbaycanda bu gün biz sadalasaq ki, 5 ən yaxşı jurnalist, təbii ki, biz özümüz qərəzsiz olsaq, biz bunu qəbul etməliyik ki, Mirşahin onlardan biridir. Bəlkə də birincisidir. Çox təəssüf ki, bugün Azərbaycanın ən yaxşı jurnalistləri kimlərdir? Məsələn, Mirşahin Ağayev, Eynullah Fəthullayev, Azərbaycanın növbəti ən yaxşı jurnalisti Rauf Arifoğlu və bunların bəlkə də vaxtında ən obyektivi bir qədər Mirşahin olub. Çünki Mirşahin nə müxalif tərəfdən olub, nə iqtidar tərəfdən. Amma Rauf Arifoğlu konkret Müsavat Partiyasından gələn, o şineldən gələn, xalq hərəkatı şinelindən gələn insan olub və yaxud da ki, Eynullah Fətullayevin özü həbsə girəndə az qala deyirdi ki, mən buradan çıxandan sonra həyatımın sonuna qədər İlham Əliyev rejiminə qarşı mübarizə aparacağam. Amma biz bugün Eynullah Fətullayevin bu günlərə qədər ən azından ona məxsus olan saytda gedən yazıları görürdük. Ümumiyyətlə, Azərbaycan jurnalistikası zaman-zaman müxtəlif zərbələrə qarşı çıxıb və onlara müxtəlif zərbələr vurulub Azərbaycan hökuməti tərəfindən. Bunlar məsələnin digər tərəfləridir. Amma bugün mənim danışmaq istədiyim mövzu isə konkret Mirşahin Ağayev obrazı haqqındadır və Mirşahin Ağayev obrazı bugün Aynit televiziyası bağlanandan sonra yaranan Real televiziyasında hansı fəaliyyətlə məşğuldur? Ümumiyyətlə, Real televiziyası özü Mirşahin obraz olaraq özü, yəni gəlin qəbul edək ki, Real televiziyası Mirşahindən ibarətdir. Yəni bugün Mirşahin Ağayev Real televiziyasındakı rəhbərliyindəki, yəni fəaliyyətini dondursa və yaxud da ki, oradan getsə, məsələn, özünə YouTube televiziyası açsa, YouTube kanalında fəaliyyətinə başlasa və yaxud da ki, başqa bir televiziyası, Real televiziyası bağlanacaq. Yəni, bugün Real televiziyası Mirşahin Ağayevdən ibarətdir. Ən azından 90% o televiziyanın, deyə mən düşünürəm. Və bugün Mirşahinin özünün fəaliyyəti nə durumdadır? Mirşahin insanlara siyasi məhbus məsələlərinə xüsusilə də necə manipulyasiya edir? Və mən bir də xatırlayıram ki, mənim məktəbli ilə olan vaxtlarımda təqribən 2011, 2013, 2012 və bundan sonraki Aynesin bağlanma zamanına qədər olan vaxtlarda Mirşahinin hesabat verilişi var idi və Mirşahin hər həftənin bazar günü 21:00-da mən yanlış xatırlamıramsa, mən demək olar ki, onun bütün hesabat verilişinin proqramını izləyirdim. Və ondakı Mirşahinlə indiki Mirşahin arasında görüm nə qədər fərq var. Və bəli, mən bəlkə də ilk dəfə bugün bir fərd haqqında konkret tənqidi üzərindən danışıram. Mən dəfələrlə Azərbaycan hökumətinin, onun siyasətinin, onun iqtisadi siyasətinin, onun siyasi siyasətinin, Azərbaycandakı hüquq aliliyinin olmamasının, Azərbaycanda ədalət probleminin olmasından en qədər danışmışam mənim YouTube kanalımda. Bu haqda siz videoları izləyə bilərsiniz. Amma mən konkret heç hökumət daxilində belə heç kəsi fərd olaraq hədəfə alıb ona bir proqram, ona bir neçə dəqiqəlik bir video süjet planlamamışam. Amma bugün Mirşahin Ağayevin Azərbaycan xalqına qarşı az qala düşmən mövqeyi kimi çıxış etməsi, halbuki bu günlərdə biz statistika olaraq da görürük, özü dövlət qurumları özləri bunu açıqlayırlar ki, Azərbaycanda son illərdə doğum statistikası aşırı dərəcədə aşağı düşür. Azərbaycanda son illərdə boşanma sayı dəfələrlə artıb. Artıq bizdə ilə düşən statistikaya görə evlənənlərin sayı boşananların sayından azalır. İldən ilə bizdə doğum krizləri yaşanır və bu deməkdir ki, Azərbaycan növbəti 100 ildən sonra artıq bizim sayımız 7-8 milyona qədər düşə bilər. Əgər bu tendensiya ilə davam etsə, bu silsilə ilə davam etsə. Və bütün bunların fonunda da Mirşahin Ağayev uşaq pulu məsələsi üzərindən Azərbaycan xalqına prezervativ məsləhət görürsə, çox tərbiyəsizcəsinə və mən düşünürəm ki, bu çox tərbiyəsizcəsinə edilən bir çıxışdır. Mən bilmirəm, bu mətni Mirşahin Ağayev özü yazıb, yoxsa kimsə ona yazdırıb və yaxud da kimsə bu tezisləri verib və Mirşahin ona uyğun orada danışır. Amma istənilən halda bu Azərbaycan xalqına qarşı edilmiş böyük bir tərbiyəsizlikdir deyə mən düşünürəm.
Əgər bizim xalqımız bu gün öz övladını orduya, hərbi xidmətə göndərirsə, dövlətin mühafizəsində onları durdurursa, və təbii ki, o insanların uşaq pulu haqqıdır. Və yaxud da ki, əgər haqqı deyilsə də və hakim partiya bugün düşünür ki, azərbaycanlılara uşaq pulu vermək lazım deyil və onlar bunu icra etmirlər, uşaq pulu verilmir bugün Azərbaycan uşaqlarına, Azərbaycan vətəndaşlarına. Amma bu demək deyil ki, Mirşahin Ağayev kimi televiziya adamının, televiziya rəhbərinin dilindən, onun simasından xalqı həm də aşağılayaraq, həm də tərbiyəsizcəsinə bunu məlumatı xalqa bu cür verəsiniz. Xeyr, deputatlarınızı zaten arada çıxarıb danışdırırsınız və onlar da çıxışlarında elə Günay Ağamalının simasında boş-boş və mənasız qurulan cümlələrlə onsuz da insanları həm lağa qoymaq, bilmirəm məqsədləri nədir, insanları lağa qoyurlar, yoxsa həqiqətən insanların özlərinin düşüncəsi bu qədərdir ki, onlar bu cür çıxışlar edirlər, məntiqsiz, heç bir məzmunu, heç bir məntiqi olmayan, heç bir elmi statistikaya söykəməyən çıxışlar edirlər və uşaq pulu verilməməsi yönündə özlərinə haqq qazandırırlar. Amma daha Günay Ağamalının o çıxışından sonra Mirşahin Ağayevin xalqı belə ələ salması, bu cür alçatması, bu artıq olmaz belə. Bəli, Azərbaycan xalqı susur, Azərbaycan xalqı kütləvi etiraz etmir buna. Azərbaycan xalqı seçkiyə də gəlmir, sizə qarşı da çıxmır. Amma bu yenə də o demək deyil axı. Siz hər dəfə hər şeyi fürsət görüb Azərbaycan xalqını bu qədər aşağılayasınız, Azərbaycan xalqına qarşı bu qədər tərbiyəsizlik edəsiniz. İnsanların doğub nə qədər doğacaq, kim nə qədər həyat yoldaşı ilə razılaşıb, nə qədər uşaq dünyaya gətirəcək, bu onların şəxsi işidir. Bu Mirşahin Ağayevin işi deyil. Mirşahin Ağayev mənə və digər azərbaycanlılara məsləhət görə bilməz ki, sənin nə qədər uşağın olmalıdır. Sən uşaq pulu istəməlisən, yoxsa istəməməlisən. Mirşahin Ağayev yaxşı olardı ki, öz jurnalistikası ilə məşğul olsun və yaxud da daha doğru ifadə etsəm, öz manipulyativ jurnalistikası ilə məşğul olsun. Öz propagandist jurnalistikası ilə məşğul olsun. Prezidenti, onun ətrafını, onun hakim partiyasını necə xalqın gözündə propaganda ilə məşğuldursa, yenə də onlarla məşğul olsun. Amma xalqı alçatmasın, amma xalqı aşağılamasın. Zaten biz hər birimiz bilirik Mirşahin Ağayev hansı zirvədədir hal-hazırda və mən düşünürəm ki, Azərbaycan tarixində o zirvədə olacaq növbəti jurnalist bəlkə də bilmirəm dünyaya gələ bilərmi, gələ bilməzmi? Bəlkə yaxın illərə kimi kimlərsə Ata Abdullayevi deyə bilərdi, amma Ata Abdullayev məsələsi bir qədər başqadır. Mirşahin başqa bir zirvədir. Mirşahin çox savadlı, çox intellektual, yazı və danışıq qabiliyyəti çox yüksək olan insan kimi o zirvədədir və onu xüsusiləşdirən əsas məsələlərdən biri də budur. Və Mirşahin Ağayev kimi insanlar gedib öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Onsuz da onlar öz işləri ilə bu iqtidara, bu hakimiyyətə, bu sistemə öz töhfələrini verirlər deyə mən düşünürəm və onlara onsuz da mən düşünürəm ki, Mirşahin Ağayevin bu dəqiqə bütün çıxışları yenə də hər həftənin bazar günü axşam saatlarında yayımlanır. Mən bəzən YouTube kanalından izləyirəm bu arada. Və oradakı danışdıqları, göstərdikləri də mən düşünürəm ki, bu hökumətin ən sadiq xidmətçilərinin onlara ötürdüyü tezislər əsasında formalaşır. Hər halda mən belə düşünürəm. Bəlkə də mən yanılıram, bilmək olmaz. Ona görə də Mirşahin yenə də elə o işlə məşğul olsa, hökumətə məncə daha çox xeyir vermiş olar. Nəinki bu cür maqnit kimi bütün təhqirləri, bütün nifrəti, bütün bu agresiyanı üzərinə çəkməklə. Bilmək olmaz, bəlkə də elə bu da sistemə xidmət edir ki, bu narazılığı, bu agresiyanı Mirşahin Ağayevin üzərinə cəmləmək, həm də Günay Ağamalının üzərinə cəmləmək. Baxın, bu Azərbaycan kimi ölkələrin siyasətində və bizim iqtidar olan hökumətlərdə bu kimi insanlar lazımdır. Bəli, bu maqnit nifrəti, bu narazılığı üzərinə cəmləyən maqnit kimi insanlar sistemə həmişə lazımdır. Əgər sistem Mirşahini bu cür istifadə edirsə, nə demək olar? Yəni, bu da hər halda Mirşahin Ağayevin özünün seçdiyi bir yoldur, özünün seçdiyi bir
həyat və yaxud da ki, həyat tərzidir və ona biz ancaq uğurlar arzu edə bilərik. Və Azərbaycan tarixində Mirşahin Ağayev kimi həqiqətən də və bunu da mən sonda istəyirəm ki, qeyd edim, çox yaxşı keçmişə malik olub, xalqın çox böyük rəğbətini qazanmış, hörmətini qazanmış bir jurnalistdən indi olduğu zirvəyə yüksələn jurnalist olmaq üçün çox böyük bəlkə də təsadüflər nəticəsində, bəlkə də milyonda bir ehtimallar nəticəsində bu ola bilərdi ki, Mirşahin Ağayev də mən düşünürəm ki, bunu bacarıb və bu da müstəsna bir bacarıqdır. Bəlkə də təbrik düşür kimlərəsə görə Mirşahin Ağayevə.